Dostlar, gəlin belə bir açım dedim sizin için bugün. Ağlımdaki insan necə biridir? Esasen burada sevgiye ait olacak. Sevgiliniz, sevdiğiniz insan varsa onu tutun. Yani o semtte açacağım kartlar. Kartları iki varyant olacak. Ağlınızdaki insan necə bir insandır? Ne tər insandır? Sizə qarşı münasibətli, özü necə insandır? Belə baxaq. Maraqlıdırsa izləyin. İzləyin. Şəxsi açım üçün yenə də deyirəm. Nömrəm var. Bəzi videoların altında, kommentariyalar bölümündə. İstəsəz əlaqə saxlaya bilərsiniz. Ancaq WhatsApp-la və yazılı formada. Yəni zəngləri açmıram dostlar. İki varyant olacaq. Ağlındaki insan kimdir? Necə insandır? Mənə qarşı münasibətli. İnsan özü necə insandır? Baxırıq. Sizə qarşı münasibəti və sonuc necə olacaq sizin bu münasibətinizin və yaxud da tanışlığınızın? İki variantdır. Birinci variantda belə qara rəngdə mələyi qoyacağım. Bənövşəyi. İkinci variantı yaşıl mələyi qoyacağım dostlar. Tutun. Hansı variant sizə xoş gəlirsə, bəlkə iki nəfər var tanışınız. Hər variantı birində qoya bilərsiniz. Məsləhət sizindir. Birinci variantdan, bu mələyi tutanlardan birinci variantdan başlayıram. Necə bir insandır? Bu insan belə deyim, dərdlər çox olub bunun həyatında. Başa gəlməz hadisələr çox olubdur. Aktiv adamdır. Aktivdir. Hal-hazırda aktiv olmaya bilər. O dərdli insandır deyə bilərəm də. Yəni bəlkə bu dəqiqə də bunun bir dərdi var. Ehtimal çox ki var. Dərdlidir. Yəni daha çox dərdli adamdır. Yəni ürəyi dərdli adamdır bu. Çox dərdli adamdır. Sizə qarşı yaxşıdır sizə qarşı. Bu insan belə sevgilisə gözəl sevgilidir, yaxşı. Belə insanın qeydinə qala bilir, özünü gözəl təqdim edə bilir. Belə deyim. Düzdür, belə tam böyük rütbəsi yoxdur, amma belə normaldə də orta təbəqə adamdır. Yol üstüdür, orası yolda getməlidir bu. Sonuç çox yaxşı olacaq bu insanla dostlar. Yəni bu insanla münasibəti davam elətdirə bilərsiniz. Çox gözəl münasibətlər olacaq, yaranacaq, gedəcək. Yəni bu insanın davam eləməyə dəyər münasibətinizi. Bundan sizə xeyir olar, ziyan olmaz, amma özü dərdli adamdır. Sonra ikinci variant. Deməli bu insan dostlar. Ehtiyatlı olun. Göründüyü kimi insan deyil. Deyə bilərəm sizə. Qətiyyən göründüyü kimi insan deyil. Sirləri, sekretləri var özünə görə. Sir də saxlamaz. Özünə görə var sirləri, sekretləri. Özünü yaxşı göstərmək istəyir. Amma tam əksidir. Yəni bu insandan ehtiyat etməyə dəyərmi? Dəyər. Yəni ehtiyatlı olun. Sizə qarşı, bu insan sizə qarşı məqsədləndir. Özünün işləri var, planları var. Daha çox maddiyyat maraqlandırır bu adamı. Burada hisslərdən söhbət gedə bilməz. İnanmayın buna. Və sonuc olaraq da depressiv vəziyyətdə qalacaqsınız. Yəni bundan sonunuzu da görmürəm. Çox az şans var, o da yox dərəcəsindədir. Yəni özünüzü boş yerə dərdə, qəmə düçar eləməyin. Yenə də siz bilənməzsiniz, bu kartlar da belə deyir. Bax belə dostlar.
yenə də açımlar edəcəm. İzləmədə qalın. Maraqlıdırsa səhifəm.